Tez-tez bizdə müəllimlər, məsəl üçün, yaxşı oxuyan uşaqlara müsbət münasibət göstərirlər, onları qabağa çəkirlər. Bizim yadımızdan çıxır ki, axı bunu müşahidə edən, buna baxan başqa şagird var. O da müəllimdən diqqəti gözləyir. Ola bilsin ki, hansısa məsələdə zəifdir, ola bilsin ki, dərsdə o qədər də uğurlu deyil. Bəlkə elə onun uğursuzluğu bu diqqətsizlikdən gəlir. Bu səbəbləri müəllimə əlbəttə ki, izləməlidir və burada müəllimənin sosial, emosional səriştəliyindən söhbət gedir. Sadəcə ailə qayğısından söhbət getmir, ailə qayğısının göstərilməsindən gedir. Peşəkar kompetensiya, kommunikasiya səriştəsi nədən ibarətdir? Müəllimə əlbəttə ki, izləyib müəyyən verbal, yəni sözlü, sözsüz, qeyri-verbal uşaqlarda əlamətləri oxuyub yoza bilməlidir. Bu birinci. İkinci, daxilən müəllimə çətinliyə düşən şagirdə kömək eləməyə hazır olmalıdır. Və bu təkcə akademik, yəni akademik müvəqqətlərlə, yəni tədrislə bağlı deyil. Adi hadisələr ola bilər, adi məsəl üçün situasiya ola bilər ki, hansı ki tədrislə bağlı deyil, amma məktəbdə baş verir. Uşağa baxaraq bu məsələləri izləyir, müşahidəçilikdir burada çox vacibdir ki, müəllimə belə bir müşahidələri apara bilirmi ya yox?